Tutaq ki, bir məhsulun var, deyək ki, nar şirəsidir. Bunu sən xaricə ixrac etmək istəyirsən. Burada əsas 3 addım var. Hansı ki, atılacaq addımlar məhsulun ixracı üçün. Bu məhsulu hamıya görə yox, bir ölkəyə görə ixrac elə. Yəni, bir ölkəyə görə istehsal elə, oranın tələblərinə uyğun. Tutaq ki, deyək, bizim nümunədə bu Birləşmiş Ərəb Əmirlikləridir. O ölkəyə görə bunu istehsalına apar. İkinci, o ölkədə mağaz açmağa və ya hansısa bir platformaya girməyə çalışma. Ən yaxşısı bunu ya distributorunu tap, ya da toptancılarla. Onlarla işləmək daha rahat olacaq. Üçüncü məsələ isə bunu həmin ölkənin tələblərinə uyğun, gömrük tələblərinə və dövlət qida təhlükəsizliyi tələblərinə uyğun sənədləşməsini apar. İstər bunun etiketi olsun 2 dildə, ərəbcə, ingiliscə və s. İnsanlar burada hər zaman əsasən 3-cü yerdə, 3-cü addımda səhv addım atırlar. Yəni, bu hansıdır 3-cü addımda atılan səhvlər? Ya sənədləşməni düzgün eləmirlər, ya qablaşmanı düzgün eləmirlər və ya sertifikasiyaları, tələblərə uyğun olan sertifikasiyaları təmin eləmirlər deyə. Nəticədə nə olur? Nəticədə məhsul ya geri qayıdır, ya da gömrük tərəfindən müsadirə olunur və biznes batır. Əgər sən məhsulun xaricə ixrac olunmasında bu 3-cü mərhələdə dəstəyə ehtiyacın varsa, buyurub müraciət edə bilərsən, konsultasiya xidmətindən yararlana bilərsən, konsultasiya xidmətimiz ödənişlidir. Mesaj bölməsinə yaz, biz sizə geri dönüş edəlim.